Oyun başladı. İlk fit səsləndi və ilk hücum cəhdi dərhal Şamaxıdan. Kərim Rasim. Oruc Məmmədov irəli ötürmə. Musanga. Qapı boşdu, zərbə və son anda müdafiəçilər topun qapıya getməsinə imkan vermirlər və Rəşad Əhmədov burada qayda pozuntusunu qeydə alır. Burada Sinyenka'ya qarşı biləlim. Musanga topa çatdı, amma daha sonra Andrey cərimə meydançasının girişində yararlaşır. Bu Yegas'ın birbaşa atışı cərimə meydançasına. Karim Rossi qaydan top. Zərbə. Topu qapıdan yan keçir. Karakreyç. Bangera'dan qapı qarşısına. David Santos topu uzaqlaşdırır. Qaydan top İdris İnqilablı uzaqdan cəhət. Ricardo Fernandes vəziyyətə nəzarət edirdi və topu tutdu. Ötürmə gəlir. Öndürə istiqamətə başla zərbə. Top diridən qayıtdı. Hücum davam edir. Daha bir zərbə cəhətdi. Yenə də tir. İnanılmaz bir vəziyyət. 2 dəfə top qapı dirinə tuş gəlir. Yetirmələri gəlin baxaq. Başla zərbə. Rafael Viegas'dan gəldi. Yox, Ronaldo Rodriguez idi bu qaydan topa isə başı üzərindən. Canlı sətdə bir futbolçu var. Fədə Basım narazıdır onun mövqeyindən. İşarə verildi. Fətun ötürməsi qapı qarşısına. Qarşılıq. Zərbə qapıya. Az fərqli top qapıdan aralı keçir və Şamaxı futbolçusu yerdədir. Ağrılar içində. Yan xət atışını yerinə yetirir. Biraz öncə yaşanan epizodun təkrarı. Gəlin, baxaq nələr baş verdi. Burada Rossi'nin zərbəsini dəf etdi. Andrey Sinyenka. İlk seyv Andrey Sinyenka'dan. Səhv etmirəmsə xatırlamıram bundan öncə hansı belə bir qurtarışı. Bu arada Morgan'ın zərbəsi və Ricardo Fernandes. Rafael Viegas'ı yeri yıxmışdı. Şamaxı oyuncuları bu da Rəşad Əhmədovun finalfti. İmişli Şamaxı maçı qolsuz heç-heçə ilə yekunlaşır. İmişlinin qələbəsi seriyası davam edir. 9 oyuna çatdı bu seriya. Eyni zamanda ardıcıl 3-cü oyunda İmişli fərqlənməyi bacarmadı.